Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. Mayın 12-sindən mayın 19-una qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik. Qoç. Bu həftə sizi yeni başlanğıclar gözləyir. Enerjiniz yüksələcək və təşəbbüslərinizlə diqqət çəkəcəksiniz. 14 mayda aldığınız qərar sizi irəli aparacaq. Ancaq 16 mayda emosional qərarlardan çəkinin. Səbirli olsanız, həftənin sonu istədiyiniz kimi olacaq. Uğurlu günlər 14 may və 17 may. Uğursuz gün 16 may. Buğa. Daxili motivasiyanız artır və bu sizi məqsədlərinizə yaxınlaşdıracaq. 13 mayda maddi və ya emosional mükafat almanız mümkündür. 15 mayda isə risk etməyin, planlarınızı təxirə salmaq daha yaxşı ola bilər. Sevgi sahəsində də gözəl anlar yaşana bilər. Uğurlu günlər 13 may və 17 may. Uğursuz gün 15 may. Əkizlər. Yeni tanışlıqlar və faydalı ünsiyyətlər üçün əlverişli həftədir. 12 mayda maraqlı bir təklif ala bilərsiniz. 14 mayda isə anlaşılmazlıqlar mümkündür, sözlərinizə diqqət yetirin. Həftə sonu isə özünüzə vaxt ayırmaq və sakitləşmək üçün idealdır. Uğurlu günlər 12 may və 17 may. Uğursuz gün 14 may. Xərçəng. Karyera və şəxsi məqsədlərinizə yönəlmək üçün əla həftədir. 13 mayda aldığınız dəstək sizi ruhlandıracaq. Lakin 15 mayda emosiyalarınıza qapılmayın. Ailəvi məsələlərdə anlayışlı davranın və həftənin sonunu dincliklə keçirin. Uğurlu günlər 13 may və 16 may. Uğursuz gün 15 may. Şir. Yaradıcı ideyalarınız bu həftə diqqət çəkəcək. 14 mayda yeni bir fürsət qapınızı döyə bilər. Özünüzü ifadə etməkdən çəkinməyin. 16 mayda isə yanlış anlaşılmalar ola bilər, açıq danışmaq vacibdir. Həftə sonu gözlədiyiniz nəticəni əldə edə bilərsiniz. Uğurlu günlər 14 may və 17 may. Uğursuz gün 16 may. Qız. Sakitlik və balans axtardığınız bir dövrdəsiniz. 12 mayda düzgün qərarlar vermək şansınız yüksəkdir. Lakin 15 mayda gücünüzü düzgün bölüşdürməyə çalışın, əks halda yorğunluq hiss edə bilərsiniz. Daxili səsinizə qulaq asın. Uğurlu günlər 12 may və 17 may. Uğursuz gün 15 may. Tərəzi. Sosial əlaqələr və əməkdaşlıqlar üçün əlverişli həftədir. 13 mayda yeni biri ilə tanış ola və maraqlı söhbətlər apara bilərsiniz. Amma 15 mayda qarşı tərəfi yanlış başa düşmək riski var, səbr və anlayış göstərmək önəmlidir. Həftə sonu romantik bir görüş mümkündür. Uğurlu günlər 13 may və 17 may. Uğursuz gün 15 may. Əqrəb. İrəliləyiş və şəxsi dəyişikliklər ön plandadır. 14 mayda sizi təəccübləndirəcək xoş bir hadisə yaşana bilər. Öz gücünüzə və hisslərinizə güvənin. 12 mayda isə ehtiyatlı olmaqda fayda var, ətrafınızdakı insanlara qarşı daha diqqətli davranın. Uğurlu günlər 14 may və 17 may. Uğursuz gün 12 may. Ox atan. Bu həftə şəxsi münasibətlərdə səmimiyyət ön plandadır. 13 mayda yaxın biri ilə dərin bir söhbət sizi rahatladacaq. 16 mayda isə fikir ayrılıqları yaşana bilər, səbirli olun. Həftə sonu isə romantik bir gedişat mümkündür. Uğurlu günlər 13 may və 18 may. Uğursuz gün 16 may. Oğlaq. Məqsədlərinizə çatmaq üçün əzmli davranacağınız bir həftədir. 12 mayda mühüm qərar verə bilərsiniz. İş həyatında uğurlar sizi gözləyir. 15 mayda şəxsi münasibətlərdə anlaşılmazlıqlara hazır olun. Həftə sonunu sakit mühitdə keçirmək faydalı olacaq. Uğurlu günlər 12 may və 17 may. Uğursuz gün 15 may. Dolça. Bu həftə fərqli düşüncələriniz və yaradıcılığınız ön plana çıxacaq. 14 mayda sizi ilhamlandıran bir hadisə yaşana bilər. 16 mayda isə emosional dalğalanmalardan uzaq durun. Özünüzə və məqsədlərinizə fokuslanın. Həftə sonu dincəlmək üçün əla fürsətdir. Uğurlu günlər 14 may və 17 may. Uğursuz gün 16 may. Balıqlar. Ruhani və emosional enerjiniz yüksələcək. 13 mayda özünüzü daha yaxşı ifadə edəcəksiniz. Ancaq 15 mayda mübahisələrdən uzaq durmağa çalışın. Yaradıcılığınızı ifadə etmək üçün bu həftə gözəl fürsətlər təqdim edir. Həftə sonu rahatlıq gətirəcək.
Uğurlu günlər 13 may və 18 may. Uğursuz gün 15 may. Bu həftənin bürc proqnozu bu qədər idi. Günlərinizin uğurlu keçməyi diləyi ilə gələn həftə yenidən görüşərik.